Havalar soyumağa başladı. Bu soyuq havalarda içimizi isidən isti yeməklər və içəcəklər istəyirik. Niyəsə gecə vaxtı yada düşür bu isti yeməklər. Əslində bu Koreya supudur, lapşa supu deyirlər, ya ərişdə supu deyirlər. Bizim ərişdələrimiz isə belə olmur. Onlar ya özləri hazırlayırlar bu ərişdələri, ya da hazırlarını alırlar. Gecə vaxtı bundan tez hazırlanan sup bilmirəm. Hətta elə olub ki, qonağım gəlib, mən deyib ki, çatıram 10 dəqiqəyə, 15 dəqiqəyə sizdə olacam. Mən də tez bazar bu yeməyi hazırlamışam. Bu yeməyi bizdə yedikdən sonra çox bəyəndilər. Hər dəfə bizə gələndə bu yeməyi istəyirlər, bu yeməyin reseptini istəyirlər. Ona görə də yeməyi hazırlayıb video çəkdim. Videomdan həm onlar, həm də siz yararlanın istədim. Əti buzluqdan çıxartdım, çıxartdığım kimi də suyun içinə attım. Fərqi yoxdur, toyuq da ola bilər, ət də ola bilər. Onu yaxşı-yaxşı qaynatdım ki, ətin ləzzəti bulyonuna çıxsın. Ət yaxşı bişdikdən sonra spagettilərimizi suyun içərisinə atırıq. Sonra isə ədviyyatlarımızı və sevdiyiniz tərəvəzlərdən əlavə edə bilərsiniz. Mən bu videoda 2 cür lapşa supu yerləşdirdim. Biri uzun vermişillərdən, yəni spagettilərdən hazırlanan sup, digəri isə mağazindən alınan hazır suplardan da edə bilərsiniz. Adətən o supları alıb üzərinə qaynar su töküb bişməyini gözləyirik, amma burada yeməyi hazır yemək kimi yox, ev yeməyi kimi hazırlayıb ondan ləzzət qatırıq. Ətləri qaynadıb bir kənara qoyuruq, indi isə sosunu hazırlayırıq. Sosun içinə nələr gedir, mən sizə açıqlama bölməsində yazacağam. Sonra isə sosun içinə tərəvəzlərimizi əlavə edirik. Daha sonra ətləri də əlavə edib üzərindən bulyonu tökəcəyik. Sonra qapağını örtüb 10 dəqiqə qaynadıqdan sonra yeməyimizin altını söndürəcəyik. Bu vermişlərin onsuzu çox qaynamağa ehtiyacı yoxdur. Sadəcə olaraq içərisindəki tərəvəzlərimiz örüşsün deyə 10 dəqiqə qaynatmalıyıq. Kanalıma abunə olub like atan hər kəsə dərin təşəkkürlərimi bildirirəm.